əhval-ruhiyyəni yüksəldir, antibakteriyal təsiri var, xərçənglə mübarizə aparır, böyrəkləri təmizləyir, ürək-damar xəstəliklərində faydalıdır, turablaşma əleyhinədir, qan təzyiqini normallaşdırır, arıqlamağa kömək edir. Bütün bunlar gündəlik istifadə etdiyimiz pomidorun faydalarından bir neçəsidir. Pomidor güclü antioksidantdır. Pomidorun tərkibində olan likopen özlüyündə kifayət qədər güclü antioksidantdır. Likopen bir çox xəstəliklərin müalicəsinə kömək edir. Bu isə o deməkdir ki, pomidor ürək-damar sistemi xəstəliklərinin inkişaf riskini azaldır. Eyni zamanda asteniya xəstəliyinin müalicəsində də faydalıdır. Pomidor antibakteriyal təsir göstərir. Bu isə onun tərkibində fitonsitlərin olması ilə izah edilir. Pomidorun tərkibində olan serotonin əhval-ruhiyyənin yüksəlməsinə kömək edir. Pomidor tron formalaşmasının əleyhinə təsir edir. Amerikalı tibb işçiləri müəyyən ediblər ki, pomidorun tərkibində xüsusi maddə var və tədqiqatçıları bu maddəni P3 adlandırıblar. Bu maddə kifayət qədər faydalıdır. P3 qanı durlaşdırır və tron formalaşmasına qarşı çıxır. Pomidor böyrəkləri təmizləyir. Pomidor böyrək və sidik kisəsi xəstəlikləri zamanı diuretik rolunu oynayır. Çünki pomidorun tərkibinin 94% sudan ibarətdir. Pomidor dərini cavanlaşdırır. Tərkibində olan bol miqdarda olan B vitamini qrupu sayəsində pomidor üz dərisinin rəngini yaxşılaşdırmağa, qırışları azaltmağa və ümumi olaraq dərini cavanlaşdırmağa kömək edir. Pomidor iştahı azaldır. Pomidorun aşağı kalorili olması və tərkibində xrom olması orqanizmin tez doymasına şərait yaradır və güclü aclığın qarşısını alır. Eyni zamanda bir çox pəhrizlərdə də menyuya pomidor əlavə edilir. Bəzən isə pəhrizlər əsasən qırmızı pomidora əsaslanır. Pomidorun tərkibində olan pektin maddəsi qan təzyiqini normallaşdırır və qanın tərkibindəki xolesterolun miqdarını azaldır. Pomidordan tibbdə də istifadə edilir. Pomidor şirəsi mədə yarası və irinli yaraların müalicəsində istifadə edilir. Pomidorun tərkibində olan bakterisid həm də antibiotik təsirə malikdir. Tibb aləmində təzə pomidor, pomidor püresi və şirəsi geniş istifadə olunur. Bu qidalar hamilə qadınlar, xəstəlikdən zəifləyənlər və uşaqlar üçün əlavə vitamin, mikroelement və mineral duzlar mənbəyi kimi məsləhət görülür. Duz mübadiləsi pozulan xəstələr üçün də pomidor faydalıdır. Pomidor şirəsi və təzə pomidor avitaminozların müalicəsi və profilaktikasında istifadə edilir. Pomidor kişi potensiyası üçün də faydalıdır. Pomidorlar həqiqətən də cinsiyyət vəzlərinin fəaliyyətinə müsbət təsir edir. Fransızlar əbəs yerə bu tərəvəzi la pomme de l'amour, yəni sevgi alması adlandırırlar. Pomidor xərçəngdən xilas edir. Tibb işçiləri uzun illər təcrübə apararaq əminliklə bildirirlər ki, gündəlik qida rasionuna təzə pomidoru əlavə etmək bədxassəli şişlərin yaranma riskini azaldır. Bu isə pomidorun tərkibində olan karotinoid və likopen sayəsində mümkün olur. Pomidorun faydalı olması ilə yanaşı ziyan da var. Pomidor ziyanlı allergendir. Allergiya pomidorun insan orqanizminə vura biləcəyi ən böyük ziyandır. Qida allergiyasından əziyyət çəkən insanlara pomidor yemək qadağan edilir. Podagra və böyrəklərin kəskin xəstəliyindən əziyyət çəkən insanlar da pomidordan imtina etməlidir. Pomidorlar daşları böyrəklərə tərəf qovur. Böyrək daşı xəstəliyindən əziyyət çəkənlərə pomidor yemək olmaz. Pomidor hipertoniyaya səbəb olur. Hipertoniklər böyrək və ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərə konservləşdirilmiş, marinadlaşdırılmış və şorabaya qoyulmuş pomidor yeməyi məsləhət görmür. Bu ərzaq məhsulları böyrəklərdə və sidik kisəsində daş yaranmasına səbəb olur. Məlum olduğu kimi, bütün şoraba və marinad məhsulları bir çox xəstələrə qadağan edildiyi üçün istənilən insan şorabaya qoyulmuş pomidor qəbul edərkən diqqətli olmalıdır.